Başlayırıq, buyurun. Bir orada 17 17'ye bakarıq. Qapalıda bir problemi yoxdur yəni. Yaxşı, 17-ci sualda baxırsan 17-ci sual. Hatta 15. Neçənci? 15. 15-ci sual. Diqqətli olursan, səndən soruşur ki, mətnin strukturu haqqında bunları əminliklə söyləmək olar. Sən mətnin strukturu deyəndə başa düşürsən də nəyini nəzərdə tutur? Giriş, əsas, bir də nəticə yox. Yəni giriş, əsas, nəticə və giriş, əsas, nəticəyə daxil olan abzaslar, bəli. Başa düşdün? İndi sənə deyir ki, burada, indi ekranı paylaşdım, baxırsan yəqin ki, sənə indi burada deyir ki, mətnin strukturu haqqında bunları əminliklə söyləmək olar. 5-ci abzas 7-ci abzasdan sonra verilsə, mətndəki fikirlərin ardıcıllığında yanlışlığa yol verirlər. İndi biz mətnə bir dənə baxırıq. Deyir ki, 5-ci abzas, yəni bunu nəzərdə tutur, işarəliyirəm, bax lövhəyə. 7-ci abzasda bunu nəzərdə tutur. Bu sənin nəticə hissəndir, düzdürmü? Bu abzası sənin əsas hissəndir. Amma burada sənə deyir ki, 5 ilə 7-nin yerin dəyişsən, burada heç bir problem olmaz. Amma sən baxırsan ki, bu nəticə hissəsində artıq sən Louvre muzeyində bir sınıf sənət nümunələri görmüsən, qab görmüsən. 5-ci abzasda isə nədən danışır sənə? Fransadakı toxuculuq sənətindən. 5-ci abzası nəticəyə gətirmək olmaz axı. Bu səbəbdən də baxırsan ki, 5-ci abzasda baxırsan ki, sənə deyir ki, 7-ci abzasdan sonra verirsə, mətndəki fikirlərin ardıcıllığında yanlışlığa yol verirlər. Bunu tamamilə düz deyir. Çünki 5-ci abzas Fransadakı məmulatlardan danışırdı. 7-ci abzas isə Louvre muzeyindəki qabdan danışır və nəticədir, fikrin yekünudur. Buna görə də bunu əgər biz dəyişsə yanlışlığa yol verə bilərik. Bunu əminliklə deyərik deyə biri götürürük. Deyir 7-ci abzas 2 abzas şəklində yazılmalıdır. İndi bax sən 7-ci abzasa diqqətli ol, 7-ci abzasa diqqətlə təzədən bax. Deyir ki, bu 7-ci abzas 2 abzas şəklində yazılmalıdır. Sən baxırsan ki, 7-ci abzasında 1, sonra 2 və 3 dənə cümlə var. Bu 3 dənə cümlədə hamısı bir-birini tamamlayır. Yəni bütün komponentlər, bütün məzmun bir-birini tamamlayır. Sən o zaman bunu 2 yerə bölə bilərsən, 2 abzasa bölə bilərdin ki, burada beləliklə demək, xülasə, ələlxüsus, demək olar ki, kimin fikirlər, yəni nəticə bildirən fikirləri yekunlaşsın, yaxud da yeni bir fikrə başlasın. Amma sən burada yeni bir fikir görmürsən axı. Sən burada görürsən ki, yenə də Louvre muzeyində deyir sənət nümunəmiz var. Bunların içərisində bürüncdən düzəlmiş bir qaf var və onun da deyir tən ortasında üstünə şüşə keçirilmiş hündür bir kətil üzərində nümayiş etdirir. Axı burada bütün komponentlər, fikirlər hamısı tamdır. Bu səbəbdən də bunun başa düşdün ki, əgər sən 7-ci abzası 2 abzas şəklində yazılmalı eləsən, bu səhv olacaq. Başa düşdün? Çünki məzmunu itirəcəksən. Ona görə də indi 3-ü oxu. 4-cü abzasdakı cümləni 1-ci abzasa yazsaq, tərkib hissələr arasındakı uyğunsuzluq aradan qalxar. Güya deyir ki, burada tərkib hissələr arasında uyğunsuzluq var. Əgər sən 4-cü abzası, yəni hansını nəzərdə tutur? Tacir Kələkyan əsrin əvvəllərində, yəni bunu nəzərdə tutur ki, Tacir Kələkyan əsrin əvvəllərində İstanbuldan Parisə köçdüyü zaman bu parçanın yeganə hissəsini özü ilə aparmış. Bir müddət keçdikdən sonra Dekorativ Sənətlər Muzeyinə satmışdı. Axı sən baxırsan ki, burada bu Kələkyan nə zaman aparıb bunu? Axı 3-cü abzasda görürsən 2 dənə hissəsi, yəni ikisi biri deyil, bir hissəsi Kiyevdədir, digər hissəsi isə Moskvada Şərq Xalqlar Muzeyindədir. Əgər Kələkyanı sən götürüb bunu giriş tərəfə aparsan, məzmun dəyişəcək axı. Kələkyan 3-cü hissəni götürüb aparıb Dekorativ Sənətlər Muzeyinə. Bu səbəbdən də başa düşdün ki, sənə burada deyilən
Dördüncü abzasdakı cümləni birinci abzasa yazsan, tərkib sırasındakı uyğunsuz aradan qalxar. Bu söhbət yanlışdır, çünki burada uyğunsuzluq yoxdur. Tərkib sıra arasındakı əlaqə gözlənilmiş, ardıcıllıq gözlənilmişdirsə, bunu düz götürəcəksən. Yəni doğru variant olur 1-4. Çünki giriş normal yerindədir, əsas ardıcıl şəkildə uyğunlaşır və nəticədə artıq biz ümumiləşmiş bir fikir görürük. Ona görə götürəcəksən 1 və 4-cünü. Gəldi indi 17-yə baxırsan. 17-ci testdə sənə deyir ki, mətndəki məlumatlardan istifadə etməklə süjeti parça anlayışını şərh edin. Yəni, sən başa düşürsən ki, burada parça, normal, geyim hazırlanan parça nəzərdə tutur. Süjetli nə deməkdir? Müəyyən bir süjet xətti olsun, müəyyən bir ardıcılığı olsun. Deməli, sən bu zaman bura nə götürəcəksən? Yazacaqsan ki, parçanın üzərində müəllif müəyyən bir ardıcılığa, süjet xəttinə xas olan xüsusiyyətləri qeyd edib. Başa düşdün? Yəni, mətndə də bax sən ona, süjetli parça hissəsini, sən mətndə də həmin o hissəni bax. Yazıb ki, ikinci abzasa bax, diqqətli ol. Deyir, Parisin Dekorativ Sənətlər Muzeyində nümayiş etdirilən süjetli parçalarımız içərisində bir xüsusilə diqqət cəlb edir. 16-cı yüzillikdə Təbriz ustaları tərəfindən toxunulan bu ipək parçanın, yəni burada parça hissə deyil ha, parça normal geyimin parçası anlamındakı parçadan söhbət gedir. Deyir, bu ipək parçanın al qırmızı yeliyi üzərində qızılbaşlara məxsus paltar geymiş gənc təsvir olunub. O öz kəməndi ilə bir nəfəri tutub darta-darta arası aparır. Əsir düşmüş şəxsin geyimi, başındakı araqçını, mil-mil xalatı və etnik tipi onun Orta Asiya xalqlarına mənsub olduğunu göstərir. Sən də yazacaqsan ki, sujetli parça o deməkdir ki, müəyyən ardıcıllığa, müəyyən epik təsvirlərə xas olan, həmin o mətndən də epizodu götürürsən ki, qızılbaşlara xas olan geyim növünə, etnik xüsusiyyətlərə məxsus olan bir gənc təsvir olunub. Onu yazsan kifayətdir 17-yə. Yəni parça burada ipəkdən toxunmuş parça nəzərdə tutur. Sujet də hadisələrin ardıcılığı nəzərdə tutur. Sonra Mən 20-də girişi götürmüşəm. Prosta orada əsaslandırma elə bir ki, düşün ki, necə yazmalıyım. Bəli. Sən bunu publisistik mətni bir dəfə üzündən oxuyursan, sonra abzaslardan, yəni sənə verilən bu hissələrdən, suallardan varianta doğru getsən. Bəli, sən burada girişi seçirsən, yazırsan ki, burada sənə deyir axı ki, Aleksandr Dumanın Azərbaycanda olarkən şəkildən aldığı bədii tikmələr, yəhərüstü xəncər, Xurşbanın Natıvan tərəfindən ona verilən parça barədə kitabdakı qeydlər məndə böyük maraq doğurmuşdu. Deyir ki, bu abzası sən hara əlavə eləyə bilərsən? Sənə birinci məsləhətim odur ki, bu şəkildə girişi seçirsən, sonra qeyd edirsən ki, bu məlumata biz əsas və nəticədə rast gəlmirik. Mütləq inkar edirsən ki, yəni tam meyar üçün bunu seçdin, mütləq bununla bunu, yəni əsas və nəticəni inkar elə abzasında, meyarında yaz ki, əsas və nəticə hissəsində bu məlumatlara rast gəlmirik. Çünki sonra gedirsən bunu yenə girişlə əlaqələndirirsən. Sonra deyirsən ki, çünki deməli, muzeylərdə, şəxsi kolleksiyalarda nümayiş etdirilən əşyalar mətnin giriş hissəsində öz bədi əksini tapıb. Bildin? Çünki həmin bu yəhərüstü tikmədir, xəncərdir, parçadır. Bu barədə ancaq hardan söhbət gedir girişdə. Amma tam bal almaq üçün girişi orada seçirsən cavab kartında. Mütləq inkar edirsən əsas nəticəni ki, əsas və nəticə hissəsində biz bu məlumata rast gəlmirik. Sonra gedib girişlə əsaslandırırsan ki, filan məlumatları biz giriş hissəsində müşahidə etdik. Bildim mən. Tamam. Keçirik qış yuxusuna. Mətni diqqətlə oxuyuruq. Mətnin bədii üslubda olduğunu bilmisiniz yəqin. İndi buyurun. Yoxlaya bilərik, yoxsa? Aha, üzr istəyirəm. Bir dənə cavab. Elə bilirəm, yoxlamışım. Deməli, qış yuxusu 21-ci, hə? Hə. Tamam, yoldaşlar, bir dəqiqə. Deməli, 21A, 22C, 23B, 24B, 25C. Bildin? Bəli. Aha, tamam. İndi yoldaşlar, buyurun. Neçənci suala baxaq Vüsalə?
Günəş. Mən qarışdırmışam, amma birisi mətni yazmışam. Şairin yaradıcılığı. Bir Hə. dənə intervyuda. Yaxşı. Onda diqqətlə qulaq as ki. Buyurun. Məndə qapalıda yoxdur. Aha, qapalıda yoxdur. Açıqlara keçək onda. Deməli, 26-da sənə nə deyir? Deyir, qarşısında üçbucaq işarəsi qoyulmuş abzaslarda bir-birinə əvəz edən ifadələri yazın. İndi sənə bir şey deyim də mən. Bir dənə diqqətli olun. Bax, uşaqların elədiyi səhv nədir? Tutaq ki, sən, məsələn, birinci üçbucaq budur, ikinci üçbucaq da budur, düzdürmü? Sən birinci üçbucaqda, məsələn, gül və çiçəyi gördünsə, bunu cavab variantı kimi götürə bilməzsən. Yəni, gülün yaxın mənası, qarşılığı çiçəyi gördünsə, götürmürsən. Hökmən, birincidə gördüyün sözü, yəni birinci üçbucaqda gördüyün sözə qarşılıq ikinci üçbucaqdan seçməlisən. Bildin? Eyni abzasdan demir sənə. Mütləq birinci üçbucaqda aid olan abzasda gördüyün fikri ikinci üçbucaqda seçməlisən. Buna da nə yazmısınız? Yazmış. Mən Hə. Nə yazmısın? kiçik bala sürətli. Aha. Deməli yazmısan yəqin ki burada qəribə. Yox, kiçik balaca yazdım birinci eləmə. Aha, kiçik üçbucaq olan hissədə varmı? Bəli, kiçik meydança. Balaca varmı? Bəli. Digər üçbucaqda. Balaca olmalıydı burada. Balaca dostları. Bəli, düzdür. Kiçik, balaca. Tamam, bunu seçdin. Ən azı 2 deyirdi səhv eləmirəmsə şərtdə. Sonra seçdin, deməli, qəribə, qeyri-adi. Bəli, bir də sürətli. Bərkdən. Hə? Bəli. Bəli, sürətli bərkdən. Ən azı 2 dənəsini seçsən, doğru variantdır. Yəni, hamısını yazıb səhv eləməyə ehtiyac yoxdur. Gəldi indi 27-yə. Deyir ki, mətnə istinad etməklə doğru fikirləri seçin və fikrinizi əsaslandırın. Sənə görə ata həssası yoxsa oğul? Ata. Ata. Necə əsaslandırdın fikrini? Yazmışam ki, ata oğlunu yuxudan oyadıb onu ova apardı. Aha, yəni yuxudan oyatmağına qıymır, düzdür. Bəs problemin səbəbini bilir və həll yolunu tapır. Buna nə seçmisən? Oğul. Oğul seçmisən, necə əsaslandırmısan? Oğul isə bilir ki, gec oyandığı üçün atası onu ova aparmır və tez oyanır. Aha, Gələn dəfə. bəli, doğrudur tamamilə. Gəldi indi 28-ci sual, səbəb-nəticə əlaqəsi. Gördüyün kimi burada meyar cümlədirsə, sən də bura cümlə yazmalısan. Burada meyar cümlədirsə, sən də bura cümlə ilə yazmalısan. Kamal öz davranışı ilə nümunə olmağı bacardı. Nəticədə Dostu onun kimi qanadı kirşenk düzəltdirdi. bəli, düzdür. Kamal özünü ən xoşbəxt insan hesab etdi. Bura nə yazmısan? Atası onu özü ilə ova apardığı üçün. Atası onu özü ilə ova aparır. Ya belə yaz, üçün yazma, yəni cümlə ilə yaz. Yaxud da yaza bilərsən ki, yuxuya qalib gələrək yatmadı. Bunu da yaza bilərsən, o məsələsində yazsan doğru olacaq. Gəldi indi 29-cu suala. Aha. Mətndə çərçivə daxilində verilmiş söz əsasında cədvələ doldurun. Demək, mətndə çərçivədə verilən sözümüz hansıydı bizim? Onlar burunları qıpqırmızı olanıdır. Başa düşürsən ki, Günəş, sən burada bu burunu hansı mənada götürsən? Sözün neçə funksiyasını öyrənmişdik? İnformativ, poetik, bir də terminoloji. Ay, sağ ol. İnformativ, poetik, terminoloji. Başa düşdün ki, oradakı burunun qıpqırmızı olmasını sən burada götürəcəksən informativ, düzdürmü? Avtomatik sən burada artıq digər mənanı seçəcəksən. Yəni, olacaq poetik funksiya, burada isə olacaq terminoloji funksiya. Terminoloji funksiya. Başa düşdün? Terminoloji funksiya. Və səndən mətndən kənar işləndiyi funksiyaya aid nümunə istəyirsən, nümunədəki cümlə də yaza bilərsən, ifadə də yaza bilərsən, konkret özü demədiyi üçün hansını istəsən yaza bilərsən. Poetikə nə yazmısan? Yazmışam ki, qapının burnu. Qapının burnu yox, qapının ağzı desə daha yaxşı olar da, astana anlamında qapının ağzı. Deyirsən ki, qapının ağzında çiçəklər əkilmişdir. Deyirsən, daha yaxşı olar. Qapının burnu demirik də. Deyirsən, məsələn, gəminin burnu. Gəminin burnu əzildi deyə bilərsən. Gəminin burnu.
Deyə bilərsən ki, məsələn, uşaq futbol oynadığı üçün çəkməsinin burnu əzildi və yaxud da fəlakətdən sonra gəminin burnu əzilmişdi və yaxud da ki, elə gəminin burnu, çəkmənin burnu yazsan kifayətdir. Terminolojiya nə yazmısan? Yazmışam ki, Hə. coğrafi burun olar. Sən onu şərh eləmə. Səndən burada şərh istəmir. Uşaqların səhvi Coğrafi terminolojida, burun. bəli, terminolojida onun səhvi olur ki, səndən şərh istəmir. Sənə desə ki, terminoloji olduğuna əsaslandır, bəli, sən onu başlayırsan mənasını açıqlamağa. Amma sənə burada deyir ki, nümunə yaz, nümunə. Sən bura yaxşı olar ki, tərif yazasan ki, məsələn, burun, suyun, dənizin quruya daxil olan hissəsidir. Yəni, məsləhət görürəm ki, 80% bu şəkildə bura tərif yazasan. Məsələn, qüvvədirsə, şiddətdirsə və yaxud da burundursa, boğazsa, bunların tərifini yazqınan ki, burun, suyun, dənizin quruya daxil olan hissəsidir. Ən pis məqamda isə sən elə onun coğrafiyadakı bir burnun adını yaz. Məsələn, Ümid burnu yaza bilərsən. Ümid burnu, Xorum burnu, belə yaza bilərsən. Bildin? Mən Ümid burnu həqiqi elə bir yeri var, yoxsa Bəli, bəli. özümüzün? Yo, coğrafiyada bu belə bir Ümid burnu var, yəni coğrafiyada da. Mən indi məsələn tərif deyirik. Məsələn mən coğrafiyada necə yəni bilim ki, o Aha, tərifdir. bu Yəni deməli sənin fikirləşir ki, necə ikinci, üçüncü qruplar 1-4 ay nəsə görürsə, həmçinin 1-4-cü qruplarda 2-3 ay nəsə görür. Və din fikirləşir ki, sən 11 il məktəbə getdiyin üçün və coğrafiya keçdiyin üçün sən bunları ən azından ilkin məlumatları bilirsən. Yəni ən azından bir uşaq səhv eləmirəmsə 6-cı sinifdən coğrafiya keçirsə, yəni burun, boğaz, bunlar təxmini bilir də, məsələn, yarımada, ada, bunlar təxmini bilir də nədir. Və yaxud da ki, sinif dərsliklərinin, Azərbaycan sinif dərsliklərinin arxasında hər mətnə aid olan leksik bir lüğət var da, yəni izahlı lüğət var. Həmin o izahlı lüğətdə sinif keçdikcə, yəni 5, 6, 7, 8, 9, 10, 11-i keçdikcə uşaq həmin o hissəni öyrənir deyə sən artıq bu tərfi məcburiyyətdən bilməlisən. Məsələn, tutaq ki, uşağa düşə bilər ədəbiyyat. Ədəbiyyatı və yaxud da lövhə düşə bilər, ədəbiyyat düşə bilər. Məsələn, 4-cü qrup onu necə izah eləsin? Ancaq məktəbdəki ilkin məlumatla ki, ədəbiyyat tutaq ki, həyatı bədii lövhələrlə əks etdirən söz sənətidir. Burada da burunu uşaq məktəb bazasından, yəni ilkin anlayışıdır da bu şeyin, coğrafiyanın ki, burun, dənizin, suyun quruya daxil olan hissəsidir. Ya belə tərif yazmalısan, tutaq ki, isim düşüb sənə. Yazmalısan ki, ismin 6 halı var. Yaxud yazmalısan ki, isim əşyanın adını bildirir. Başa düşdün? Amma ən pis məqamda gördün ki, sənin ixtisasına aid olmayan bir şeydir. Bu şəkildə nümunə yaza bilərsən də, Ümid burnu yaza bilərsən. Yəni bu coğrafiyada mövcud olan bir burun. Bildin? Tamam. Biraz onun üçün söz bazamızı ancaq yüksəltməliyik. Bəzi sözlər var ki, həmişə düşür. Qüvvə, şiddət, burun, boğaz. Bunlar biraz elə ki, söz bazamızdan genişləndirməliyik. 30-da bizə deyir ki, mətndə tünd qara hərflərlə verilmiş cümlələrdə altına xətt çəkilmiş sözləri əvəz edən ifadə yaz. Gedirik bir dənə, baxaq biz ona, görək hansıdır o. Deməli, burada deyir ki, Kamal Məhəmməd barəsində, o barəsində cürbəcür xəyallar edə yerində o tərəfə, bu tərəfə çevrilirdi. Onu huş apardısa. Deməli, burada çevrilir deyə nə yaza bilərsən? Günəş. Necə? Dönürdü. Aha, dönürdü yaza bilərik. Dönürdü. Bəli, dönürdü, yerində dönürdü yaza bilərsən. İndi burada kontekstə görə dəyərləndir. İndi huş aparmaq başqa mənada işlənsəydi, sən onu başqa cür yaza bilərdin. Amma bu burada huşa nə yazmısan? Yuxu. Ay, sağ ol. Bəli, burada yuxu yaza bilərsən, röya yaza bilərsən, xəyal yaza bilərsən kontekstə görə. Yaxşı mı? Tamam. Hə. Yaxşı. İndi Mendel və Darwini yazmısan, Vüsalə? Bəli. Tamam. Bunu da deyim, onda bir dənə səhvlərin, düzlərin deyim. Deməli, 31-ci testdən deyəcəm. Diqqətli olun, yoldaşlar. 31B, 2A, 3B, 4D, 5A.
Aha, buyurun qapalılarda səhviniz varsa, buyurun zəhmət olmasa. 33 Mənim yox. 33. bəli. 33 qəbula görə Vüsalə ən çətin sualdır. Niyə ən çətin sualdır? Diqqətlə oxuyursan, mətnin 3-cü abzasını ümumiləşdirən fikri müəyyən edin. Ümumiləşdirmə bacarığını istəyir sənin. 3-cü abzasda hansı hissədir? Buradan bura qədərdir, düzdürmü? Yəni səndən soruşur ki, anlamanı soruşur ki, sən bunu oxu, bu hissəni oxu və onu ümumiləşdir. Ümumiləşdir, yəni öz sözü ilə, bir-iki cümlə ilə sən onu mənə ifadə elə. Yəni burada əsas fikri müəyyənləşdirəsən. Əsas fikir nədir? Məsələn, uşaq ola bilər ki, gedər götürər ki, gen sözünü heç vaxt istifadə etməmişdir. Bu mətnin, yəni bu boyda abzasın səncə əsas hissəsi gen sözünü heç vaxt istifadə etməmişdir, xeyr. Və yaxud da ki, uşaq var ki, götürə bilər ki, buna baxmayaraq Darwinin əl yazması kimi rəfə qoyulmamış. Bu da əsas fikir deyil. Yəni əsas fikir odur ki, sən bu abzası oxu, bunu mənə bir cümlə ilə, iki cümlə ilə bunun əsas hissəsini mənə başa sal. Deyən görün burada nədən söhbət açır. Sən buna görə burada deyəcəksən ki, deməli, həmin o hissəni oxumusan yəqin ki, diqqətlə. Deyəcəksən ki, Mendel toxumların xüsusiyyətlərini müəyyənləşdirib, təcrübələrlə bunu sübut edib. Bunu götürəcəksən. Gen sözü Mendel tərəfindən istifadə edilməyib. Yalnız 3-cü abzasın 1-ci cümləsi idi. Darwinin kitabları insanlar üçün maraqlı deyildi. 3-cü abzasın sonuncu cümləsi. Bitkilərin iki əsas xüsusiyyəti var. Səhv eləmirəmsə 3-cü abzasın 2-ci cümləsi idi. Mendelin araşdırmaları diqqətdən kənarda qalmışdı. Bunlar da ki, sadəcə olaraq bir epizodik fikirlərdir. Ümumiləşdirmək üçünsə o deməkdir ki, yəni həmin abzası oxu, oradan sən nə başa düşdün? Əsas fikir kimi, əsas məğzi nədir? Onun canı nədir o hissənin? Onu götürəcəksən. O da olacaq Mendel toxumların xüsusiyyətlərini müəyyənləşdirib təcrübələrlə bunu sübut edib. Bilmiyorum. Sonra açıqlara gələk yoxdursa, kitabın rəfə qoyulması ifadəsi mətndə hansı mənada işlənib? Bu nə üçün müəllif tərəfindən mənfi hal kimi qarşılanır? Nə yazmısan Vüsalə? Heç kim maraqlanmırdı, diqqət yetirmir. Aha, heç kim kitabla maraqlanmırdı, diqqət yetirmirdi. Sonra bəs əsaslandır da, səndən axı soruşur ki, niyə görə mənfi hal kimi qarşılanır? Yazırsan ki, əsaslandır ki, bu səbəbdən də bu ifadə mənfi hal kimi qiymətləndirilir. Mənfi hal kimi qarşılanır. Bəs Günəş sən nə yazmışdın? Mən yazmışam, yəni kitabın bəyənilməməsi deyilir, oxunmaması nəzərdə tutulur müəllif. Aha, doğrudur, doğrudur. Gəldik 37-də. Siz bilirsiniz ki, 37-ci sual nədir? Darwin aid mətnində bir dəqiq hökm, Mendel'ə aid bir dəqiq hökm. Üçüncü də nədir yoldaşlar? Oxşar fikirlərdir, oxşar fikirlərdir. Yəni bura yazdığın buna aid olmasın, bura yazdığın buna aid olmasın. Amma ən sonuncu üçüncü də oxşar yazacaqsan. Nə yazmısan Günəş Darwinə? Darwin'ə yazmışam ki, bir dəqiqə, deməli növlər haqqında araşdırma aparır. İnsan törəşi haqqında kitab yazım. Aha, Mendel'ə nə yazmısan? Mən də yazmışam ki, noxud üzərində təcrübələr aparıb. Aha, ortaq nə Bilgiləri yazmısan? öyrənib. Bəli, bəli. Ortaq? Alimdir. Hər Alimdir. ikisi alimdir. Hər ikisi tədqiqatlar aparıb. Bəli, düzdür. Vüsalə, sən də mi belə yazmışdın? Bəli, tam elə deyildi amma. Aha. Hansı fərqlidirsə o hissəni oxu. Bilirsən ki, bir açıq sualımız 5 baldır. Darwin bütün canlıların qohum olduğunu eyni ədədatdan törədiklərini irəli sürmüşdü. Tamam, doğrudur. Mendel. Mendel noxud üzərində araşdırma aparıb bir sıra genetik xüsusiyyətlər kəşf etmiş. Tamam, doğrudur. Bəs oxşara nə yazmısan? İkisi də araşdırıcı alim idi. İkisi də araşdırıcı alim idi. Tamam, doğrudur. İndi gəldik 38-ə. Bizə deyir ki, mətnin 5-ci abzası əsasında cavab verin. Darwin insanları meymunlardan törədiyi haqqında fikirlərini açıq-aşkar yazmışdır hökmü sizcə doğrudurmu, yanlışdırmı? Vüsalə? Doğru. Doğruya plus qoyacaq və gedirik həmin o hissəni, hətta mətndən də tapırıq 5-ci abzası.
doğrudur. İndi burada ola bilər ki, sizi nə çaşdırsın? Bax, mən burada qeyd edirəm, diqqətli lövhəyə baxırsınız. Burada deyir ki, diqqətli ol. Hər kəs Darwinin növlərin mənşəyində insanları meymunlardan törədiyinə dair fikirlər irəli sürdüyünü hesab edir. Amma kitabda bu mövzuya sadəcə eyham edilmişdir. Bu hissəsi birdən səni yanlışa aparar. Amma sonra axı burada deyir ki, Darwin bu fikirlərini 1871-ci ildə İnsanın Törəyişi kitabında açıq ifadə etdi. Yəni yazıb axı burada kitabda açıq ifadə etdi. Buna görə də doğrudur götürəcəksən. Fikirləri də əsaslandıracaqsan ki, indi oxuduğum cümləni qeyd edəcəksən ki, insanın demək 1870 Darwinin fikirləri 1871-ci ildə İnsanın Törəyişi kitabında açıq şəkildə ifadə olunub. Özünküləşdirirsən də biraz daha olduğu kimi köçürmürük onu. 39-da mətnin giriş hissəsinə verilmiş hansı fikir həm giriş, həm əsasda inkar olunur? Buyurun yoldaşlar. Bu sualı yazmısanmı? Bəli, müəllim. Girişə yazmışam, Mendel keşiş idi. Əsasda da o alim idi. Xeyr. Mendel'in burada alim olmağı, keşiş olmağı inkar olunmur. İnkar olunan fakt nədir? Bax, bura nə yazır? Nə yazmısan Günəş? Təsadüfi kəşf etməsindən deyilmir, axı inkar olunur. Da özü təcrübələr aparaq bunu təsbit edir. Bəli, bax bunu yazırsan. Keşiş söhbətini yazmırıq. Alim söhbətini yazmırıq. Çünki bu əsasda inkar olunmur. İnkar nə deməkdir? Onun elə ki, əks fikir danışır. Amma bu elə olduğu kimi alim idi də. Yəni alim olmağın nəyi inkar olunsun və ya da keşiş olub olmadığının nəyi inkar olunub əsasda. Bundan danışmıyor baxar. Amma burada yazıb ki, yazmalısan ki, bir sıra genetik xüsusiyyətlərin təsadüfən kəşf etməsi. Bu hissəni bu şəkildə tamamladın. Sonra da axı əsas hissədə onu inkar edir ki, bəs tədqiqatlar aparıb, müxtəlif kombinasiyalardan genetik modelləri öyrənib. Bu şəkildə görürsən ki, və deyib ki, ortaq əcdaddan törəyiblər. Müxtəlif kitablarda bu haqda danışıb. Yəni görürsən ki, əsas hissədə sən həmin o hissəni inkar edirsən. Girişdə olan cümləni inkar edirsən. Gəldik 40-a. Mətnin sonuncu cümləsində təkrarın qarşısını almaq üçün hansı dəyişiklik edilməlidir? Bu biraz leksik normanın bölməsidir ki, indi biz sizlə hələ ki o hissəni keçməmişik. Amma burada nəyi soruşur sənə? Bax, yazıb ha, bu nəzəriyyə Darwinin fikirlərini Mendelin fikirləri ilə birləşdirdi. Görsən, 2 dəfə fikirləri yazılıb. Bu da nədir? Lakonizmin qarşısını alır da. Yəni qısalığın, dildə yoruculuq gətirir, üslub səhvi gətirir. Leksik normanın tələbini pozur ki, yəni bir şey 2 dəfə təkrar olunur. Yəni üslub səhvi sayılır da bu bir növ. İndi burada yaza bilirsən ki, oxumaq istəyirsiniz yoxsa deyimmi? Mən yazmamışam. Aha, bəs Vüsalə sən? Yazmışam, amma istəyirsiz oxuyun. Aha. Oxumaq istəyirsənsə buyur, oxumaq istəmirsənsə deyimmi? Deyirəm. Aha. Yazacaqsan ki, bir dənə sual təzədən baxım, yadımdan çıxdı. Mətnin sonuncu cümləsində təkrarın qarşısını almaq üçün hansı dəyişiklik edilməlidir? Yazırsan ki, eyni bunu bu hissədə götürürsən ki, mətnin sonuncu cümləsində fikirləri sözü, yəni aydınlaşdırırsan, bunu izah edirsən. Mətnin sonuncu cümləsində fikirləri sözü 2 dəfə işləndiyi üçün bu üslub səhvi sayılır və fikirləri sözünü biz, məsələn, yaza bilərsən ki, mülahizələri, tədqiqatları, indi birini yazmalısın, hamısını yox, düşüncələri, sözü ilə əvəz edə bilərik, bir də təkrar edirəm. Yazacaqsan ki, mətnin sonuncu cümləsində fikirləri sözü 2 dəfə təkrar olunub, bu da üslub səhvi sayılır. Fikirləri sözünü biz mülahizələri sözü ilə əvəz edə bilərik. Fikirləri sözünün tədqiqatları sözü ilə əvəz edə bilərik. Fikirləri sözü düşüncələrini əvəz edə bilərik. Yazsa ki, burada təzədən yazsa ki, dəyişiklik edib cümləni yenidən yazın. Yazsa ki, cümləni yenidən yazın. Yəni bu cümlədə yazmayıb da, ancaq əsaslandırma istəyir. Yazsa ki, cümləni yenidən yazın. Sən heç nə gedəcəksən, həmin, indi burada yazmayıb, ha, yazsa deyirəm. Bu zaman sən onu götürəcəksən, cümləni yazacaqsan ki, bu nəzəriyyə Darwinin fikirlərini Mendelin tədqiqatları ilə birləşdirdi və ya
Bu nəzəriyyə Darwinin fikirlərini Mendelin düşüncələri ilə birləşdirdi. Başa düşdün? Nəyi anlamadınız? Mən elə bil ki, orada olan evet da ki, təkrarçılıq olmasına. Bəli, görsənmi 2 dəfə işlədilir də. Bu nəzəriyyə Darwinin fikirlərini Mendelin fikirləri ilə birləşdirdi. 2 dəfə fikir sözünün işlənməsi üslubda səhv yaradır. Yəni üslub səhvi yaradır, yoruculuq yaradır. Bir şeyi 2 dəfə deyirsən, dilin dəqiqlik prinsipi pozulur da bu zaman. Ona görə də indi sənə şərtdə yazsa ki, gedib cümləni yenidən yazın, cümləni də təzədən yazasan. Demirsə, sənə soruşur ki, hansı dəyişiklik edilməli? Onu da deyəsən ki, sonuncu cümləsində fikirləri sözü 2 dəfə işləndiyi üçün bu üslub səhvi sayılır. Bu səbəbdən də biz ikinci fikirləri sözünü mülahizələri sözü ilə əvəz etməliyik. Belə dırnaqda yazasan ki, mülahizələri sözünü əvəz edirik. Və ya yazasan tədqiqatları sözünü əvəz edə bilərik. Düşüncələri sözü ilə əvəz edə bilərik. Bu şəkildə yaza bilərsən. Cümləni yenidən yazın desə, cümləni düzelt belə təzədən kartına yazın. Cavab kartına yaz yenə. Tamam. İndi bu mətndə, bu hissədə sizə qarandıq nə qaldı? Yəni mətn bilirsiniz ki, siz indi 2 mətn oxudunuz. 2 mətn 75 baldır. Qrammatikası yoxdur çünki. 2 mətn 75 baldır və çalışıb daha dəqiq yazmalısınız. Meyarları ancaq əzbər bilməlisiniz bundan ötürü. Nəyi anlamadıqsa buyurun soruşun. Bir problem... O sizdə 2 var, müəllimə. Neçədə? Bəzən yaxşı. 35-də 2. Gözlə dəqiqə. Aha, tamam. Aha, bildim. Mətn əsasən London Kral Cəmiyyəti haqqında doğru fikirləri müəyyən edin deyirsə, gəl indi bax mətndə mən sənə, sən lövhəyə bax, mən sənə mətndən göstərim bir dəqiqə onu. Bir dəqiqə gözlə tapın həminsə. Bax deyir ki, görürsənmi mətni? Deyir bax, Darwin bir çox mükafata layiq görüldü, amma heç biri növlərin mənşəyinə görə verilmədi. London Kral Cəmiyyəti Copley mükafatını ona təkamül nəzəriyyəsinə görə deyil, geologiya, zoologiya və botanika sahələrindəki işlərinə görə təqdim etmişdi. Deməli, başa düşdük ki, Kral Cəmiyyəti, yəni bu London Kral Cəmiyyəti elmə dəyər verilmiş ki, bunun geologiya, zoologiya, botanika sahəsində olan işlərini qiymətləndirib. Amma bəzən işləri layiqincə qiymətləndirə bilməyib. Çünki onun əsas işi növlərin mənşəyidir ki, onu hər yerə səs salır. Amma heç bir növlərin mənşəyinə görə verilməyib. Ona görə sən də burada deyəcəksən ki, Kral Cəmiyyəti elmə dəyər verir. Bəzən amma yaxşı işi qiymətləndirməyib. Çünki onların onun növlərin nəzəriyyəsinə aid olan kitabını qiymətləndirməyib də, digər sahələrdə olan kitabını qiymətləndirib. Bəli. Aha. Hüsalə bax Günan, gör nəsə səhv varsa, başa düşmədiyin bir anlayış varsa mən onu izah edeyim, sonra biz keçək qrammatikaya baxaq. Mənim sabırsa çıxdım. Tamam yoldaşlar. İndi keçirik onda qrammatikaya baxırıq. Harda qalmışdıq testdə?